dostlar, mən Famil. Bu günləri temalarını açırıq və ilk hədiyyəmizə, sifarişimizə başlayaq dostlar. İlk sifarişimiz belə bir tripoddur, tripod. Bəli, ilahi şükür ayırdım dostlar və baxın, belə bir ən birinci işığımız var. Prosta bunu qırıq gətirirdilər dostlar. Mən də tam dəqiq bilmirəm, baxın bir dənə. Qırıq falan yoxdur. Şükür ay Allah, şükür ay Allah. Keçək bu qutumuza. Bu qutuda da yəqin ki onun dayanacağı olar da. Çıxartdım. Başqa da içində heç nə yoxdur. Atdaq getdi. Və belə bir kaliteli. Super kalitesi var ha dostlar. Ayaqlara baxın, dəmirdən. Super kalitelidir. Bunu indi yığıb gəlirəm. Dostlar, belə bir şey oldu. İndi kompüterime de takmışam. Hatta yandırım sizin için. Süper oldu. Burada artı tuşu var. Başa düşmədim. Belə bir renk değişimi var. Bakın. Renklere bakın. Değişir. Süper diye. Biraz da azaltma düğmesi var. Bakın ışığı tam azaldır. Veya ki tam budur. Tam budur. Belə qəşəng görünür bakın. Böyle süper dostlar. Şimdi bunu birazdan quraşdırarıq. Gəlin diğer ürünümüzə keçək. Taktım. Burası onun dəmiri çok uzun olduğu için, yani buna taxamadığım için köhnə tripoduma taktım. Bakın indi burada da pultu var. Pultla ışığını dəyişirəm. Sarı, mavi. Yok mavi değil, daha ağdı bu. Tam koda gətirmişəm, tam kodda dostlar. Bundan artıq kodu yoxdur və keçək ikinci məhsulumuza. İkinci məhsul olaraq belə bir əlcəyimiz var. Bu əlcək də mənə indi bu dəqiqə çox lazımlıdır, əlim görünməsin deyə. Çünki sabahları Qarabağın oyununa gedirik dostlar. İnşallah Allah qoysa uzun vlog çəkəcəm. Çəkəməsəm də qısa vlog ən azından gələcək yəni. Uzun vlog çəksəm də çəkməsəm də qısa vlog gəlir, onu deyim. Və belə bir əlcəyimiz var dostlar. Ronaldolu. Baxın, hətta əlimə taxıb. Bakın, Ronaldo'lu öndü. Ronaldo. Dostlar, bir şey gördünüz. Benziyor. Tural Bayramov'un əlcəyindən dostlar şey eləyib. Ronaldo'ya toxunub. Tural Bayramov da Instagram'da paylaşmıştım. Ben gördüm ve dostlar. Burada çok qəşəng əlcəkdi. Çok uyumlu. Qışa görə almışdım. Videoda da taxaq. Çok qəşəng əlcəkdi. Rahat eləyir adamın əlini. Belə qoya da ölərsən, əlim belə qalsın da, çox rahatdır. Onu gördüm, mən şok oldum. Tural Bayramov'un əlcəyi dostlar Ronaldo'ya dəyib, Ronaldo'ya. Tural Bayramov da paylaşmışdı. Keçək digər ürünümüzə. Ürün, əşya, nədirsə artıq. Mən Türk milliyyətçisiyəm. Türk dilində də danışa bilərəm ona görə. Açırıq və biraz bantı çox möhkəmdir dostlar. Açamıram. Açdım. Baxın. Bu ne dalı? Papaq. Papaq. Bu papağı da özüm almışdım ki dostlar, bakın. Şimdi papağa bakın, necə papaqdır. Aşkı ilə taxmırlar bunu. Aşkı ilə taxmırlar. Aşkını çıxardım bir də dostlar. Dostlar, yaxşıdır papaq. Belə burnu falan da tutur dostlar. Böyle sadece gözüm açık var. Nasıl indi başı biraz şit atırdım da öyle. Bakın. Qəşəng görünürəm, böyle Ronaldo əlcəkli falan. Düşünün, futbolda böyle bir adam görürsünüz. Şok olarsınız ya Allah. Böyle adam var. Süper. Papağı da çok sevdim. Yəqin ki səsim çox bulanıq gəlirdi. Və belə də bir papağımız var. Bu papağı düzəltməkdə olur belə. Eləyəndə o şəkildə nəsə düzəldirdilər. Normal papaq eləmək olur. Ondan baş açsam bir saat eləyəcəyim üçün video çox uzun olacaq. Və mən də bu papağı qoyuram bir kənara, qoyuram. Və keçirik digər ürünümüzə. Bu da nədir bu? Bir dəqiqə. Açıq taxmamışam. Açıq taxmamışam, görəmirəm. Bu bilmirəm nədir. Bu mənim kabromdur. Yenə kabro takas eləmişdim. Çünki telefonumun kabrosu çox köhnədir və qaradır da, sadədir. Mən biraz
o vaxtı təzə almışdım telefonu, yadınızda videosunu falan da çəkmişdim. Hatta o videodan sonra videolar üzlü eləməyə başladım. Mahnım falan baştan gəlmişdi, eləmişdi. Böyle bir daha mahnı falan çıxarmışdım. Mesela o telefonu elə onu aldığım gündən deyəsən kablo işlədirdim. Ona görə də bunu açmaq da çətindir Allah'a. Bir kimi qayçı var. Niyə qayçı istifadə eləmirsən falan var. Açdım. 3 dəfəyə. Çık açıldı daha dostlar. Hə. Ondan bəridir ki bu kabronu işlədir ama kablo yani çok köhnəlidir də, biraz yıpranıb eləyib və mən də təzə cool bir dənə kablo aldım. Baxın şüşə. Şüşə çok cool da. Şüşə də o süper daha dostlar. İndi telefonuma taxım gəlirəm. Və dostlar baxın. Belə bir kablodur. Əcəb mən niyə giymişim sizdə bilmirəm. Ama belə bir kablodur, Ronaldo baxın süperdir. Altında da Needs Maker yazılıb. Kamerası falan süper oturdu dostlar. Və baxın belə altında mikrofonu falan da süper eləyiblər. Mikrofonu özündən belə daha, yəni bizim mikrofon, telefon mikrofonu belə deyil. Özünün kabronun mikrofonudur bu. Bilmədim vallahi necə işləyir falan. Amma belə düymələrə tam rahat basmaq olur da, yəni. Ses çıxarmadan basırsan düymələrə. Çox rahat oldu da telefonum. Baxın bu köhnə kablodur. Bu da təzə kablo. Baxın nə qədər dəyişikliyi var. Köhnə kablo bütün ləkəli falandır ki, təmizdir bu. Süperdir. Nəysə köhnəni atırıq. Telefonu atmaq olmaz. Telefonu qoyuruq qırağa. Belə deyim və başqa bir kargomuz, son kargomuz var. Sonuncu da bunu hamı bilir də, yəni ki. Bunu Temu'dan zakaz elədim. Çünkü mənimki qırıldı. Beşiktaş rəngində deyəndə çox sevdim. Tez zakaz elədim. Belə bir barmağımızdır. Bunlardan təbii ki də sizə də hədiyyə eləyəcəm 1000 abunəyə görə. Ama o video bu video değil. O video bu video değil. O video ayrı bir daha videosu olacak. Böyle hediyeler elimde falan. Yorumlara falan yazarsınız. Yorumlarda kitap paylaşacağım falan. Elə bir ayrı bir video olacak ama bu video değil. Belə deyək, belə bir barmağımız var. Və bu videomuzun da sonuna gəldik. Daha çox belə videoların gəlməsini istəyirsinizsə, Temu videolarının gəlməsini istəyirsinizsə, kanala abunə olub, like atmağı, zəng açmağı yadınızdan çıxarmayın. Sağ olun.